Salam əziz və dəyərli izləyicilərim, gözəl xanımlar, yaxın əyləşin. Üzünüzdə ləkələrin açılması üçün, qırışların açılması üçün, dərinizi elastikliyini düzəltmək üçün, parıltı vermək üçün, dediyim kimi göz altı qaraları və gözün qırağında olan mimik qırışlardan tutmuş dərin qırışlara kimi açılmasını istəyirsinizsə, qara nöqtələrdən azad olmaq istəyirsinizsə, yaxın əyləşin. Yəqin ki, Azərbaycanda da bir dənəsi 30 qəpiyə olar, bir yumurta ilə görün, neçə dovşanı vuracaqsınız. Həqiqətən də çox gözəl bir təsir göstərəcək. Özdə ilk dəfədən. Yumurta deyil, yumurtanın qabığı, içindəki o bir qat dəri kimi bir şey var. Bax, indi sizə göstərəcəm pərdəsi yumurtanın. Ondan edəcəyik və necə edəcəyik, onu deyim ki, salmonel mikrobu ola bilər tərkibində. Ona görə də sabunla yuyursunuz. Mən ümumiyyətcə ağ yumurta almıram. Çünki videolarına baxmışam ki, ağ yumurtanı rəngini açmaq üçün cürbəcür şeylər eləyirlər. Amma ağ yumurtanı ancaq o halda alıram ki, üzümə maskalar eləyirəm, cürbəcür. Özdə burada Azərbaycanda bir növ fabrik yumurtası var, bir də kənd yumurtası var. Amma burada bir neçə növdür, çox bahalı. Həqiqətən də fabrik yumurtasını alıb gətirirəm. İnanın ki, kənd yumurtasına oxşuyur. İçinin sarısı qıpqırmızı olur. İndi mən bu yumurtanı sındırım, sizə göstərəcəm ki, necə edirsiniz o pərdəni və görün ki, tərkibindəki kollagen və elastin lifləri var. Həmən o pərdə var yumurtanın içində, qabığından arasında. O elastin lifləri nəticəsində olduğuna görə, dərini kollagen olduğuna görə o qədər gözəl eləyir, o qədər yaxşı eləyir. Baxın, 30 qəpiklik bir şeylə nələrə nail olacaqsınız və özünüz ilk dəfədən təsirini görəcəksiniz. Sındırdım yumurtanı, amma bayaq sözüm yarımçıq qaldı. Yumurtanı sabunla yaxşı yuyursunuz. Çünki salmonella bakteriyası riski ola bilər. Ona görə də çox ehtiyatlı olmalıyıq, təmiz olmalıdır. Üzünüzü təmiz silirsiniz və yumurtanın, baxın, bax, bu arasındakı, bax, sadəcə yumurtanın qabığıdır, sındırdım, gördünüz. İndi nədir? Burada çəkilişim var, yaxşı çıxarda bilməyəcəm. Tez çıxartdığım bir şey. Baxın. Beləcə, üzünüzü dediyim kimi təmiz yuyursunuz. Üzünüzün hər yerinə eləyə bilərsiniz. Əsas göz altına. Bağışlayın. Əsas göz altına, baxın. Göz altına yapışdırırsınız, gözləyirsiniz. İndi o birisini də çıxardım. Yəni ki, 30 qəpiklik bir şeylə görün siz nələrə qadir olursunuz. Həqiqətən də özünüz də araşdırma aparsanız, ümumiyyətcə yumurta ilə olan mən bütün maskaların hamısını sevirəm əzizlərim. Çox ehtiyatla çıxardırsınız. Düzdür, məndə indi ehtiyatla alınmadı. Heç cürə alınmadı ehtiyatla, yəni belə balaca çıxdı. Çünki tələsirəm, video gərək uzun olmasın. Yəni gördünüz, üzünüzün hər yerinə yapışdıra bilərsiniz. Ən əsası gözünüzün altı üçün çox gözəldir. Çox sadə, dediyim kimi tələsmədən mən indi ekrana baxıram deyə yaxşı çıxarda bilmədim. Bax, görürsünüzmü? Qırırsınız birinin içindən bura, parasını da içindən bura, gözünüzün altına, mimik qırışlara, hər yerə. Harda qırışlar var, məndə burada da qırışlar var. Harda qırışlar görürsünüz, ləkə var, ağardıcı təsir göstərir. Dediyim kimi ilk dəfədən gözəl təsirini görəcəksiniz. İndi gözləyəcəm. Bu quruyacaq 10-15 dəqiqə. Ondan sonra ilıq su ilə yuyacam və üstündən hansı nəmləndirici kremlərdən vurursunuzsa vurun əzizlərim. Özünüz də həftədə 3 dəfə, 4 dəfə edə bilərsiniz bunu. O qədər gözəl. İnanın ki, xanımlar, o qədər gözəl təsir edir ki, özünüz tez edəcəksiniz. Və bilirəm ki, bu videomun da altından çoxlu dualar yazacaqsınız ki, Məryəm xanım, belə bir ucuz vasitə ilə necə gözəlliyimizə qovuşdurursan bizi? Əvvəl Allah, sonra mən. Mən kiməm ki? Mən vasitəçiyəm. Və çox hallarda mən bunu, indi vaxtım olmur qurutmağa, bunu qurutsanız, təsəvvür edin, qurudursunuz, tam quruyur, çoxlu yığırsınız, quruyur, günün altına, ya pəncərənin qabağına, ataplenin üstünə qoyursunuz. Quruyandan sonra bunu dəstədə, o belə əzri cənnətlənə. O qabın içində bunu yaxşı əzirsiniz. Kakos yağı qatıb üzünüzü skrab eləyirsiniz, saxlayırsınız üzünüzdə 10-15 dəqiqə. Həm qara nöqtələr gedir, həm ləkələr ağarır, həm qızartılar, həm brişklər quruyur. Ay, saymaqla bitmir, mənim gözəl bacılarım. Niyə eləməyəsiniz ki? Ucuz bir şeydir. Ələlxüsus da həyət yumurtaları.
Kənddə yaşayanlar, rayonda həyət evi olanlar həyət yumurtasından içsəniz daha yaxşı olar. Və bu bütün bunlardan əlaqəli olaraq mənim əzizlərim, həm də sağlam qidalanmalısınız. Baxın, üstdən nə edirsiniz eləyin. Lap 500 manatlıq krem alın. Xeyri yoxdur. İçəridən vitaminlərlə, mikroelementlərlə, kollagenlə zəngin qidalarla qidalanmasanız, bol suyunuzu içməsəniz, sağlam həyat tərzi sürməsəniz, üzünüzün gözəlləşməsi, saçınızın, dırnağınızın gözəlləşməsi qeyri-mümkündür mənim əzizlərim. Bunun üçün sağlam həyat tərzi, bəzən elə bilirsiniz, bahadır sağlam həyat tərzi. Xeyr, evinizdə olan adi qidalarla prosto onları balanslaşdırmaq lazımdır ki, üzünüz gözəlləşsin. Bax, mənə sual verirsiniz ki, Məryəm xanım, 54 yaşınız var. Verilişlərdə də görəndə mənə hətta aparıcılar da sual verir və kim görürsə deyir, Məryəm xanım, sizə 54 yaş vermək olmur, maşallahlar olsun. Bu ondan irəli gəlir. Baxın, hələ mən 9 dəfə üstünüzə sağlıq narkoz əməliyyatlar keçirtmişəm, bir neçə orqanım üstünüzə sağlıq yoxdur. Amma mən sıfırdan özümü illər qabaq bu yaşadıklarım, mənim əzizlərim, bu yaşadıklarım Allahın bir hədiyyəsidir mənim üçün. Yəni ki, heç inanmazdım ki, mən belə sağ qalaram və gözəl həyat yaşayaram. Şükür olsun Allahıma, həmd olsun Allahıma. Nəyə görə? Çünki sağlam həyat tərzi sürürəm. İllərdir ya ölümü seçməliydim, ya sağlam həyat tərzini seçib gözəl, normal bir insan kimi, sağlam insan kimi yaşamalıydım. Mənim əzizlərim, dəyərli bacı qardaşlarım, əgər istəyirsinizsə canınızı bir mütəxəssisə əmanət etmək, sağlıqlı yaşamaq, baxın, mən cavanlığımda illər əvvəl çox əməliyyatlardan keçmişəm. Nəyə görə? Çünki onda özümə qətiyyən, elə bilirdim, insan həmişə cavan olacaq, həmişə canı sağlam olacaq, amma nəticədə bir çox əməliyyatlardan çıxdım. Amma sonra özümü, hətta 84 yaşında evdə anamı belə, maşallah, Allah cərmanalara uzun ömür versin, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, sağlam həyat tərzi sürür. Bəli, ona görə də yaddaşı yerində, maşallahlar olsun, bugünkü gündə mənim özümün o boyda əməliyyatlardan sonra yenə də gözəl sağlam həyat tərzi sürürəm. Nənəyəm, şükür olsun Allahıma, yeni nənə olmuşam. Sizlər də istəyirsinizsə sağlam həyat tərzi sürmək, canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, dietolog, nutritsoloqa əmanət etmək istəyirsinizsə ki, qəbz olursunuzsa, mən sizi apteka göndərməyəcəm xanımlar ki, gedin bu dərmanı alın, o dərmanı alın, siyena alın, aclıq otu, dəvə gözü, maqni sulfat duzu, bisakadil, ay, onlar dəhşət saçır. Olmaz mənim əzizlərim, bu arada elə gözəl eləyir, özüm hiss edirəm ki, dartılır dərim. Mənim əzizlərim, mən sizi apteka göndərməyəcəm, ən əsası sizə heç nə satmayacam, nə arıqlama çayı, nə arıqlama kofesi. Su diyeti etmək olmaz, onlar dəhşət saçır və yaxud köpmüşəm deyəndə demirəm ki, gedin pankreatin için mezinforti, Allahol, sonra orqanizminiz örgənir, mən bir mütəxəssis kimi bunları sizə deyirəm. Orqanizminiz elə bir vəziyyətdə örgənir ki, artıq ferment vermir mədə altı vəziniz və bağırsağınız da tənbəlləşir, siyananı gözləyir, bütün lazımlı, lazımsız bakteriyalarla bir yerdə orqanizminiz üçün faydalı bakteriyalar da yuyub aparırsınız. Bu sizə lazımdırmı? Su diyeti edirsiniz, immun sisteminiz düşür, baş gicəllənməsi, qan aşağı düşür və s. və ilaxıra. Bunlar heç biri mənim qrupumda olmayacaq, ola da bilməz. Elə ona görə də sevilirəm və ən əsası ona görə sevilirəm ki, deyirsiniz ki, addıma bir diyetologlar var. Yeganə diyetologam ki, cəmi bircə dəfə 20 manat ödənilir və mütəxəssis olduğum üçün heç nə satmıram, hər ay pul almıram. Dərmanlardan tamamilə uzaqlaşırsınız, tam sağlam həyat tərzi sürürsünüz. Evinizdə əl çatan menyularla, yeməklərlə böyük qarından azad olursunuz və bağırsağınız başlayır saat kimi işləməyə. Bircə dəfə 20 manatı ödəyib, bir il qrupumda qalırsınız və bütün gözəllik, özəllik sirlərimi sizlərlə bölüşürəm. İstəyirsinizsə buyura bilərsiniz, nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm mənim əzizlərim. Necə deyirəmsə o cürə də yaddaşa salın. İstər kənddən, şəhərdən, xarici ölkə, Rusiya, WhatsApp nömrəmdə sağlamlıq orduma siz də qoşulub sağlam olmaq istəyirsinizsə, necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.